Xorultu həm insanın özünün, həm də yaxınlarının yuxu keyfiyyətini poza bilər. Mütəxəssislər bildirirlər ki, bəzi məhsullar xorultunun azalmasına kömək edə bilər. Xorultunun əsas səbəbləri arasında artıq çəki, burun tıxanıqlığı və yanlış yuxu mövqeyi yer alır. Ən çox istifadə olunan vasitələrdən biri burun bantlarıdır. Bu bantlar nəfəs almağı asanlaşdırır və hava axınını artırır. Digər məşhur vasitə isə ağız daxili xüsusi qurğulardır. Bu cihazlar tənəffüs yollarının açıq qalmasına kömək edir. Ortopedik yastıqlar da xorultuya qarşı istifadə olunur. Xüsusilə yan vəziyyətdə yatmağa kömək edən yastıqlar xorultunun azalmasına təsir edə bilər. Bitki tərkibli sprey və yağlar da bəzi hallarda faydalı ola bilər. Lakin mütəxəssislər bildirirlər ki, xorultu bəzən ciddi problem olan yuxu apnesinin əlaməti ola bilər. Əgər problem uzun müddət davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır.